İndiyə kimi niyə bu xəmirlə pizza eləməmişəm uşaqlara bilmirəm. Etiraf edeyim ki, uşaqlar əsl pizzadan çox sevdi bunu. Əvvəlcədən sütkəcdən keçirib 10 dəqiqə dondurucuda saxladığım kərə yağını unla yüngülcə qarışdırıram. Soyuq suya yumurta, şəkər tozu, duz, maya qatıram. Maya aktivləşən kimi xəmir yoğururam. Yoğurmaq deyəndə ki, çalışın sadəcə onu su ilə bir yerə toplayasınız. Xəmirə çox təzyiq eləməyin ki, yağ tam qarışmasın. Dekor üçün isə sabun ləzzətli kalbasalarından ulduz forması kəsdim. Yeri gəlmişkən sabun bayram öncəsi sizə 100 AZN-lik hədiyyəsi var. Sab Instagram səhifəsini izləyin, şərhdə bir dostunuzu işarələyin, bir həftə sonra keçirilən 2 qalibdən biri olun. Soyuducuda dincələn xəmiri 2 hissəyə bölüb şam ağacı və qaradan formasında yaydım. Şirin ketçupu oregano ilə qarışdırıb xəmirə çəkirəm. Daha sonra pendiri yayıb keçirəm bəzəməyə. Rəngli biberlər, zeytun, qarğıdalı, evdə olan ərzaqlarla zövqünüzə görə bəzəyə bilərsiniz. Siz telefondan baxırsınız hələ, amma realda o qədər şirin idilər ki, sobaya verməyə əlim gəlmirdi. Uşaqlarınızla birgə qış tətilində mütləq hazırlayın. Bəs siz uşaqlarınızla mətbəxdə nə isə bişirirsiniz? Mən isə cavabımı şərhlərdə yazacağım sizə.